Allah dünyanı ilk dəfə yaradanda Adəmlə Həvvaya yaşamaları üçün gözəl bir bağ verdi. Amma onlar artıq oğulları Şet ilə daha o bağda yaşamırlar. İndi yalnız öz zəhmətləri ilə işləməlidirlər ki, yaşaya bilsinlər. Ata, bax, bütün gün nə qədər çalışmışıq. Amma yenə də demək olar ki, yemək üçün heç nə toplamamışıq. Bundan başqa, hər gün daha da hiss olduğunu hiss edirəm. Həmişə belə olub? Xeyr, Şet, əvvəllər belə deyildi. Əvvəl həyat daha asan idi. Anala mənim işimiz var idi. Amma çətin deyildi. Və torpaq bizim üçün hər cür qida yetişdirirdi. Bəs niyə indi bu qədər çətindir? Əvvəlki kimi deyil. Şet, sən çox gəncsən və mən bilmirəm, sən bütün baş verənləri başa düşə bilərsənmi? İnan, bu çox kədərli vəziyyət. Niyə bunun çox kədərli vəziyyət olduğunu deyirsən? Axı sən mənə həmişə deyirsən ki, Allah xeyirxahdır, o bizə kömək edir. Allah xeyirxahdır, bu vacib bir həqiqətdir. Amma dünyamız dəyişildi, indi hər şey başqa cürdür. Bəs əvvəllər necə idi, ata? Bax, oğul, sən bilirsən ki, Rəbbimiz göyü və yeri yaratdı. O, işığı, sonra okeanları, bütün bitkiləri və bütün heyvanları yaratdı. Allah bütün bunları yalnız öz sözü vasitəsilə yaratdı. Hər şey çox yaxşı idi. Sonra yerin tozundan öz əlləri ilə məni düzəltdi. O burnumu öfürdü və mənə həyat verdi. Mən yeganə insan idim və Allah baxıb gördü ki, mənə yanımda ola biləcək biri lazımdır. Elə o zaman sənin ananı yaratdı. O necə idi? O gözəl idi, hə? Oğlum, ananı ilk dəfə görəndə inan ki, heyran oldum. O, gördüyüm ən gözəl canlı idi. Allah bizə öz xeyir duasını verib, bizim çoxlu uşağımız olacaq və yer üzündə hökmranlıq edəcəyik. O bizim üçün xüsusi bir bağ da düzəltdi və bizə dedi ki, bağın ortasında olan ağacdan başqa, oradakı bütün ağacların meyvəsindən yeyə bilərik. Allah mənimlə o ağac haqqında çox aydın danışdı. Adəm, xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə. Əgər bir gün onu yesən, mütləq öləcəksən. Məncə bu qədər kifayətdir. Gəl əşyalarımızı yığışdırıb gedək. Ata, mənə bağdan daha çox danış. Bağ necə idi? Bağ çox gözəl idi. Amma ən yaxşısı oydu ki, Allah orada bizimlə birlikdə idi. Bunu təsəvvür edə bilirsən? Çox gözəl səslənir. İlahi, orada sizinlə birlikdə. Hə, oğul. Allah bağda bizim yanımızda gəzirdi. Mən bunu çox bəyəndim. Məncə ikiniz də çox xoşbəxtdiniz. Elə deyil? Doğrudur, Şet. Bizim hər şeyimiz var idi. Biz Allahla sülh içində yaşayırdıq. Bəs onda niyə bütün bunlar dəyişildi? Bu çox uzun hekayədir. Mən bunu sənə danışmalıyam. Amma... Şet, artıq gecdir. Bura daha təhlükəli olmadan evə tələsməliyik. La 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 la. Ana, ana, biz evdəyik. Nə yaxşı. Çox şadam oğlum.
Niyə bu qədər gec gəldiniz? Belə gec vaxtda çöldə qalmağın nə qədər təhlükəli olduğunu bilirsiniz. Bu qədər gec gəldiyimiz üçün üzr istəyirəm. Şet və mən çox yorulmuşuq, amma şam yeməyi üçün bunu gətirmişik. Mən sadəcə şadam ki, indi burdasan. Qorxurdum ki, hansısa vəhşi heyvan sənə zərər verə bilər. Narahat olma ana. Biz yaxşıyıq. Sadəcə mən evdə tək olanda məni kədər bürüyür. Sənə bir şey olsa, mən nə edərdim? Həvva, ağlama. Çalış, narahat olmayasan. Allahın bizə nə qədər yaxşılıq etdiyini xatırla. İndi onunla bağda gəzə bilməsək də, onun nəzəri yenə də üzərimizdədir. Bəli, Allah xeyirxah idi. Amma mən bizim üzümüzdən hər şeyin necə dəyişildiyini unuda bilmirəm. Mən hələ də bunu xatırlayıram. Sanki bu dünən baş vermişdi. İlan Rəbb Allahın yaratdığı bütün heyvanlardan xeyli hiyləgər idi. Tanrı sizə meyvələrə toxunmağı qadağan edib? Təbii ki, biz yalnız bağın ortasındakı ağacdan başqa bütün ağacların meyvəsindən yeyə bilərik. Allah bizə dedi ki, biz bu ağacın meyvəsindən nə yeyə, nə də ona toxuna bilərik. Çünki bunu etsək, öləcəyik. Heç də belə deyil. Sən ölməyəcəksən. Allah bilir ki, sən bu meyvədən datdığın andan nəyin yaxşı, nəyin pis olduğunu anlayacaqsan. Beləliklə də sən də Allah kimi olacaqsan. Sən deyirsən ki, biz Allah kimi ola bilərik? Əlbəttə, eynilə Allah kimi. Elə o vaxt bu baş verdi. Ağacın gözəl, iştahlı meyvələrini görən Həvva onları yemək qərarına gəldi. O müdrik olmaq istəyirdi. Beləcə Həvva meyvəni götürüb yedi. Meyvəni əri Adəmə verdi. O da meyvəni yedi. Dərhal hər şey dəyişildi. Çılpaq olduqlarını anladılar və utandılar. Buna görə də bir neçə yarpağı götürüb tikdilər ki, örtünsünlər. Onlar bağda gəzişən Rəbb Allahın səsini eşitdilər və ondan gizləndilər. Adəm, hardasan? Ya Rəbb, sənin bağda gəzdiyini eşitdim və çılpaq olduğum üçün qorxdum. Buna görə də səndən gizləndim. Çılpaq olduğunu sənə kim dedi? Heç kim, ya Rəbb, heç kim. Sənə qadağan etdiyim ağacın meyvəsindən yemisən? Mənə yoldaş olaraq verdiyin qadın meyvəni mənə verdi. Mən də onu yedim. Həvva, niyə belə etdin? İlan məni aldatdı. Ona görə meyvəni yedim. İlan, bugündən etibarən sən bütün heyvanlar arasında lənətlənəcəksən. Bundan sonra qarnının üstündə sürünüb toz yeyəcəksən. Mən səni və qadını əbədi olaraq düşmən edirəm. Sənin balalarınla onun övladları arasında da eyni şeyi edəcəyəm. Onun övladı sənin başını əzəcək, sən onu dabanından vuracaqsan. Həvva, sən övlad sahibi olanda sənin ağrılarını daha da artıracağam və ərin sənin üzərində ağalıq edəcək. Adəm, sən arvadının sözünə qulaq asıb, qadağan etdiyim ağacın meyvəsindən yediyin üçün bundan sonra sənə görə yer lənət altında olacaq. Torpaq sizə qida yetişdirsin deyə çalışmalı olacaqsınız və ömrünüzün sonuna qədər belə olacaq. Əkinləriniz arasında tikan və qanqal bitəcək. Yalnız alnınızın təri ilə qazandıqlarınızı yeyə biləcəksiniz. İndi və sən ölənə qədər belə olacaq.
Öləndə götürüldüyün yerə, torpağa qayıdacaqsan. Mən səni tozdan yaratdım, toza da dönəcəksən. Onlar günah işlətdikdən sonra Allah onlara paltar tikmək üçün heyvanların dərisindən istifadə etdi. Onları elə geyindirdi ki, örtünsünlər və dedi: İndi kişi və qadın nəyin yaxşı, nəyin pis olduğunu bilərək bizdən biri kimi oldular. Biz heç vaxt onlara imkan verməməliyik ki, həyat ağacının meyvəsindən yeyib əbədi yaşasınlar. Bax buna görə də Allah onları Eden bağından qovdu. Bağın girişində də samavi varlıqları və hər tərəfə fırlanan alovlu qılınc qoydu ki, həyat ağacından yeməyə qayıtmaq üçün onlara imkan verilməsin. Elə həmin an mənə elə gəldi ki, həyatım bitdi. Allah həmişə bizə böyük şəfqət və sevgi ilə yanaşırdı. Lakin biz öz itayətsizliyimizlə ondan üz çevirdik. Məhz o zaman tək olduğumuzu anladım və açıq göz yaşları tökdüm. Ana, ata, sizcə nə vaxt sabaha qayıdıb yenidən Allahla birlikdə ola bilərik? Yox, Şet. Bilirəm ki, bunu başa düşmək sənin üçün çox çətindir. Amma səndən Allah mən çox pis şey etdik. Biz Allaha qarşı günah işlətdik. Buna görə də indi hamımız ondan ayrı düşmüşük. Heç ağlıma da gəlməzdi ki, bizim itayətsizliyimiz öz övladlarımın belə cəzalanmasına səbəb ola bilər. Mənə görə ağlama, ana. O təkcə sənə görə ağlamır. Qabil və Habillə bağlı ağrılı xatirələr də ananın ürəyini sıxır. Onlara nə olub? Şet, hər şey çox üzücü idi. Anam bu barədə danışmaq istəmir. Yox, hər şey yaxşıdır Adəm. Şet bunları bilməlidir. Həqiqət bundan ibarətdir ki, bizi bağdan çıxarandan sonra 2 oğlumuz oldu. Birincinin adını Qabil, digərinin adını Habil qoyduq. Onlar necə idilər, ana? Onlar çox gözəl idilər. Habil ilə Qabil sənin kimi balaca olanda onlar həmişə birlikdə oynayırdılar. Amma sonra onlar böyüdükcə hər şey dəyişildi. Qabil əkinci idi və böyüyüb daha təcrübəli əkinci oldu. O çox işləyirdi və zəhmətinin ən yaxşı bəhrələrini evə gətirirdi. Habil isə qoyunlara qulluq etməyə üstünlük verirdi. O qoyunları ən yaxşı otlaqlara və ən yaxşı su mənbələrinə aparırdı. Bir gün Qabil tərəvəz yığıb Allaha təqdim etmək üçün öz tarlasına getdi. Lakin Qabilin təqdim etdiyi Allahın xoşuna gəlmədi. Habil də qurban gətirdi. O sürüsündən ən yaxşı quzunu seçib onu Allaha təqdim etdi. Allah ondan çox razı oldu. Qabil Allahın qardaşının təqdimini bəyəndiyini, lakin onun təqdimini rədd etdiyini görəndə bu onu qəzəbləndirdi. O qaşqabağını salladı və hər şeyi görən Allah onunla danışdı. Qabil, niyə belə keyfsiz və qəzəblisən? Yaxşı iş görürsənsə səncə səndən razı qalmayacaqlar. Yalana təslim olma. Öz günahınla mübarizə apar. Onun sənə qalib gəlməsinə imkan vermə. Lakin Qabil Allahı eşitmək istəmirdi. O qəzəbinin və pis niyyətlərinin ona üstün gəlməsinə icazə verdi. Allah qardaşım Habildən çox razı idi. Amma məndən yox. Qardaşıma nifrət edirəm. Bilirəm. Mən onu mənimlə gəzməyə getməyə razı salacağam və başı qarışan kimi onu öldürəcəyəm. Qabil Habili axtarmağa getdi və istədiyini etdi. Habili uzağa apardı və öldürdü. Sonra heç kimin onu görmədiyini düşünərək qaçdı. Amma Allah Qabilin nə etdiyini bilirdi. Nə etdin, Qabil? Qabil, qardaşın Habil hardadır? Mən bilmirəm. Onun qayğısına qalmaq mənim işimdir. Qardaşın Habilin qanı torpaqdan mənə fəryad edir. Bundan sonra lənət altında olacaqsan. Habilin qanını tökdüyün torpaqda
heç nə yetişdirə bilməyəcəksən. Nə qədər çalışsan da heç nə toplaya bilməyəcəksən və evi olmayan bir insan kimi yer üzündə dolaşacaqsan. Buna görə də Qabil çox uzaqlara getdi. O Allahdan və bizdən qaçdı. Günah həqiqətən həyatımızı həmişəlik dəyişdirdi. Yəni biz oğullarımın həyatını məhv edən lənətdən heç vaxt qurtula bilməyəcəyik? Ana, mən heç vaxt qardaşımın elədiklərini eləməyəcəm. Biz də bunu ümid edirik oğlum. Amma bu çox çətin ola bilər. Artıq günah həyatımıza daxil olub və bir-birimizi sevmək heç də həmişə kimi asan olmur. Bundan başqa, bizi məhv etmək istəyən düşmənimiz də var. Düşmən? Bəli, yadındadır, İlan anana demişdi ki, o meyvəni yesə, Allah kimi ola bilər. O mənimlə danışanda ona inandım. Allahın sözünə şübhə etdim. Allahın mənə qarşı nə qədər xeyirxah olduğunu unutdum və Allah kimi müdrik ola biləcəyimi düşündüm. Bizi alladan Allahın düşməni idi. Onun adı şeytandı. Şeytan? O hardan peyda oldu? Şeytan həmişə Allahın düşməni olmayıb. Allah ilk dəfə onu yaradanda o yaxşı idi. Bəs o vaxt belə pis oldu? Allah onu mələk kimi yaratdı. O, gözəlliyi ilə mükəmməl idi. Allah yaratdığı bütün mələklərlə birlikdə onunla xidmət etməsini istədi. Lakin elə gün gəldi ki, qürur şeytanın ürəyinə girdi. O, Allahla bərabər olmaq istədi. Şeytan dedi: Mən taxtımı göydən yuxarı qaldıracağam, Allah kimi olacağam. Buna görə də Allah onu, onunla birlikdə üsyan etməyi seçən digər mələklərlə cənnətdən qovdu. İndi şeytan bütün pis ruhlar və cinlər üzərində padşahdır. O, Allahın ən böyük düşmənidir. Sən demək istəyirsən ki, şeytan və onun cinləri Allaha qarşı vuruşurlar? Bəli, onlar Allahın yaratdıqlarını məhv etmək üçün öz güclərindən istifadə edirlər. Şeytan dünyanı idarə etmək, bizi qorxu içində saxlamaq istəyir ki, biz Allaha səcdə etməyək. Amma onun bunu eləməyə haqqı yoxdur. Dünya Allaha məxsusdur. Bəli, Şet, sən haqlısan. Hər şeyin yaradıcısı Allahdır. Yalnız Allah şeytanı məğlub edə bilər. Əgər biz Allaha itayət etməyi seçsəydik, şeytanın həyatımızda heç bir səlahiyyəti olmazdı. Bəli, doğrudur. Amma artıq biz bunu dəyişə bilmərik. İndi yalnız Allahdan bizə kömək etməyini istəyə bilərik. O hələ də Allahdır. Bizi günahlarımızdan və şərdən yalnız O xilas edə bilər. Bir avuç tozdan səni yarattı, sənə nəfəs verib həyat bağışladı. Cənnətdə qayğısız yaşadım, sənin idi bu neymətlər bütün. Sənsə itayət etmədin, sən mənə güvənmədin, lakin mən yenə də tərk etmərəm. Səninlə əzab çəkirəm, sən azanda, məndən qaçaraq uzaqlaşanda. Amma sənə məhəbbətim əbədidir, mənim mərhəmətim sonsuzdur sənə. Bütün əzabların yetəcək sona, sən dərk edəcəksən sonsuz sevgi.